Azərbaycanın gölləri, Azərbaycan gölləri mənşəyə görə tektonik, buzlaq, uçqun-bənd, vulkanik, axmaz və yaxud da çaydərə mənşəli, liman, laqum mənşəli göllərə bölünür. İlk növbədə tektonik mənşəli göllərə baxaq. Abşeron Qobustanın gölləri, Adınohur gölü və Böyük və Kiçik Yala göllər Kəlbəcər rayonu ərazisində. Bunlar tektonik mənşəli göllər hesab olunur. Abşeron Qobustan gölləri eyni zamanda qalıq relikt qrupuna aiddir. Bu göllər Masazır, Böyükgöl, Bülbülə və Xodusən gölləridir. Masazır Abşeron rayonu ərazisində yerləşir. Digəri isə Bakı şəhərinin ərazisində yerləşir. Bundan başqa burada Binəqədi gölü də var ki, bu da Bakı şəhəri ərazisində yerləşir. Bu göllərin əsasən yağış sularına qidalanır və qalıq relikt mənşəli göllər qrupuna aiddir. Digər tektonik mənşəli gölümüz Adınohur gölüdür. Xocakem və Daşüz Sisərası arasında yerləşir. Suyu şorsulu göldür Adınohur gölü və dəniz səviyyəsindən 107 metr yüksəkliyə yerləşir və Şəki və Qax rayon ərazilərində yerləşir. Qax və Şəki rayon ərazilərində yerləşir. Digər tektonik mənşəli göllərimiz Böyük və Kiçik Yala göllərdir. Böyük Yala göl, Kiçik Yala göllərin aşağıda yerləşir. Böyük Yala göl Böyük Alagöl 2729 metr, Böyük Alagöl 2729 metr yüksəkliyə yerləşir, Kiçik Alagöl isə 2739 metr yüksəkliyə yerləşir. Hər ikisi dağ meşə landşaftında yerləşir, yəni meşə qurşağında yerləşir bunlar və Kəlbəcər rayonu ərazisindədir. Digər mənşəli göllərindən buzlaq mənşəli göllər. Respublikamızdakı buzlaq mənşəli göllər, yəni buzlaq buz sürüşəklərindən yaranmış göllərdən sayılır. Bunlar və bunların məşhurları Qəbələ rayonu ərazisində Tufan gölü misal göstərmək olar ki, Tufan gölü Qəbələ rayonu ərazisindədir və 3000 metr yüksəkliyə yerləşir. Digər mənşəli göllərimizdən uçqun və bənd mənşəli göllər. Uçqun bənd mənşəli göllər adından da göründüyü kimi zəlzələ nəticəsində hər hansı bir çayın qarşısı kəsilir və nəticədə göl yaranır. Buna misal olaraq da 1139-cu ildə Gəncə zəlzələsi nəticəsində Ağsu çayının qarşısında Kəpəz dağından uçan daşlar nəticəsində qarşısı kəsilmiş və Göygöl və Maral gölü yaranmışdı. Bundan başqa burada Zəli göl, Ördək göl və s. kimi göllər var. Demək, Göygöl dəniz səviyyəsindən 1556 metr yüksəklikdə, Maral gölü isə 1902 metr yüksəklikdə yerləşir. Göygöl dağ meşə landşaftında, Maral gölü isə dağ çəmən landşaftında yerləşir, yəni Subat çəmənliklərində yerləşir. Bu isə bundan başqa digər uçqun bənd mənşəli göllərimiz Naxçıvanda yerləşən Batabat və Qanlı göldür. Deməli, Batabat gölündən Naxçıvan çayı başlayır və Araz su qovşağına tökülür. Batabat gölü 2424 metr yüksəklikdə yerləşir və dağ çəmən landşaftında yerləşir. Qanlı göl isə 2500 metr yüksəklikdə yerləşir. Qanlı göldən isə Naxçıvan çayına qoyulan Kükür çayı başlayır. Bir də ki, Ordubad rayonu ərazisində Göygöl göldə yeri var. Digər göllərimiz vulkanik məşəli göllər. Vulkanik məşəli göllər isə ən məşhur vulkanik məşəli gölü, yəni vulkan kraterində yaranmış göllərdən söhbət gedir. Bu, Laçın rayonu ərazisində İşıqlı Qara göl. Bu, Ermənistan və Azərbaycan sərhədində yerləşir İşıqlı Qara gölü Laçın rayonu ərazisindədir. Qara göl deməli, o vulkanik məşəli göl. Digər göllərimiz Axmaz və yaxud da Çaydərə mənşəli göllər. Axmaz və Çaydərə mənşəli göllərimiz keçmiş çay dərələrində yaranmış göllərdən söhbət gedir. Misal üçün, Kür çayı boyunca Candar göl, Ağgöl, Sarısu, Hacıqabul və Duzdağ gölləri. Bu göllər, deməli, Kür çayının keçmiş yatağında yaranmış göllərdir. Ağgöl ərazisində Ağgöl Milli Parkı yaradılmışdır və bu su quşları qorunur. Bundan başqa Sarısu, Azərbaycan Respublikasının sahəsinə görə ən böyük gölüdür Sarısu gölü. Hacıqabul gölü Kür çayının sol sahilində yerləşir və Hacıqabul rayonu ərazisindədir. Candar göl deməli Çaydərə mənşəli göl hesab olunur və suyunun tərkibi şirin suludur. Gürcüstan və Azərbaycan arasında sərhəddə yerləşir. Dəniz səviyyəsindən 380 metr yüksəklikdə yerləşir. Və Candar gölündən başqa digər göllər Ağgöl, Sarısu, Hacıqabul və Duzdağ gölləri dəniz səviyyəsindən aşağıda yerləşir. Candar gölü isə dəniz səviyyəsindən yuxarıda yerləşir. Liman laqum mənşəli göllərimiz isə Ağzıbirçala gölüdür.
Ağzıbirçala gölü Şabran rayonu ərazisində yerləşir. Keçmişdə Xəzər dənizindən ayrılaraq burada Lağım liman məişəli göl yaranıbdır. Bu da ki, Ağzıbirçala gölü Şabran rayonu ərazisində yerləşir. Bundan başqa göllərimiz haqqında sonra demək, burada deyir ki, qalıq relief Abşeron Qobustan göllərindən söhbət gedir burada. Göllərin Abşeron yarımadasında yerləşir. Onlar Xəzər dənizinin qalıqlarıdır. Qalıq göllər Böyük Şor, Masazır, Binəqədi, Kürdaxanı, Hacıhəsənli və Xocaşen kimi göllərdir. Bunlar hər biri şorsuz göllərdir. Masazır gölü haqqında. Masazır gölü Abşeron yarımadasında yerləşir. Göl yer səthində yaranan çökəkdə suyun toplanması nəticəsində yaranmışdır. İl ərzində Masazır gölünün sahəsi böyüyüb kiçilir. Gölün suyu buzludur. Göl sahillərində bitki aləmi kasıbdır, çünki quraq ərazilərin ərazi. Sahildəki Masazır qəsəbəsində duz emalı zavodu vardır. Duz emalı zavodu, deməli, Masazır qəsəbəsində duz emalı zavodu yerləşdir. Son vaxtlar gölün sahilində yaşayış masivi tikilmişdir. Sonra, Respublikamızın suyun tərkibi şirin su və şorlu sulu göllərə ayrılır. Rütubətlənən salın vahiddən yüksək olduğu ərazilərdə yerləşən göllər bir qayda olaraq şirin sulu və axarlıdır. Yəni, deyir ki, rütubətlənən vahiddən yüksək olduğu ərazilərdə yerləşən göllər. Bunlar əsasən dağlıq ərazilərdə yerləşən göllərdən söhbət gedir. Bunlar bir qayda olaraq şirin sulu və axarlıdır. Ümumiyyətlə, bir gölün şirin sulu olması üçün həmin gölün axarlı olması vacibdir. Düzənliklərdə, dağ-təyiz onlarda, qismən də alçaq dağlıqda həm şirin, həm də şor göllər var. Azərbaycan ərazisində ən iri şorsuz göllər Acınoğur, Böyük Şor, Binəqədi, Masazır gölləridir. Göllərimizin təsərrüf və məişət əhəmiyyəti böyükdür. Gəncə şəhərinin əhalisi Göygölün suyundan məişətdə istifadə edir. Öz gözəlliyi ilə məşhur olan Göygöl və Maralgöl ətrafında istirahət və turizm zonası yaradılmışdır. Göygöl Milli Parkı. Köçəri quşların sığınacaq yeri olan Ağgöl, Ağcabədi və Beyləqan rayonlarına milli parka çevrilmişdir. Ağzıbirçala gölünün Şabran rayonu qamışlıqları nadir su quşlarının çoxaldığı yerlərdən biridir. Burada isə bir neçə gölümüzün yerləşən inzibati rayonlar, məsələn, Candar göl Ağstafa rayonu ərazisində Gürcüstan və Azərbaycan sərhədində yerləşir. Sarısu, İmişli və Sabirabad rayonu ərazisində yerləşir. Sarısu gölü Respublikamızın sahəsinə görə ən böyük gölüdür. Ağgöl Ağcabədi rayonu ərazisində yerləşir. Hacıqabulda yerləşir Kür çayının sol sahilində. Böyük və kiçik ala göllər Kəlbəcər rayonu ərazisində yerləşir. Deməli, böyük Dağçəmən landşaftında yerləşirlər. Yox, Dağmeşə landşaftında yerləşirlər. İşıqlı Qaragöl vulkanik mənşəli göldür, Laçın rayonu ərazisində yerləşir. Batabat və Qanlı göl Şahbuz rayonu ərazisində yerləşir, Ümumət mənşəli gölləri idi. Göygöl Ordubadda, Tufan göl Qəbələdə, deməli, buzlaq mənşəli göldür. Acınoğur gölü Şəkidağ tektonik mənşəli göldür. Duzdağ isə Salyan rayonu ərazisində, Ağzıbirçala isə Şabran rayonu ərazisində yerləşir. Burada xəritəmizdə Göygöl və Maralgöl haqqında maraqlı məlumatımız var. Deməli, Göygöl və Maralgöl Kürəkçay hövzəsinə aiddir və Maralgöldən Göygölə Ağsu çayı axır. Və 1139-cu ildə Gəncə zəlzələsi nəticəsində yaranmışdır bu göllər, Göygöl və Maralgöl.